Xanımlarda ay ərzində, xəstəlik dövründə baş verən şiddətli və dözülməz ağrılar, daha sonra mədə ağrısı, mədədə spazm, 12 barmaq bağırsaq, nazik bağırsaq, uzun bağırsaqda olan spazmatik ağrılar, daha sonra böyrək pristopu, öd yollarında, sidik kanallarında olan ağrı və spazm kimi problemlərdən siz də əziyyət çəkirsinizsə və bu problemlərə görə sadəcə ağrı-kəsici tabletkalar istifadə edirsinizsə, bu ağrı-kəsici tabletkalar sizə nə zaman kömək edə bilər? Əgər sizdə bu sadaladığım problemlər iltihapla əlaqəlidirsə, ağrı-kəsici tabletkalar sizə kömək edəcək. Yox, əgər spazmla əlaqəlidirsə, ağrı-kəsici tabletkalar sizə effekt verməyəcək. Bəs bu ağrılara görə hansı spazm əleyhinə dərman istifadə edə bilərsiniz? Bunu sizə ətraflı şəkildə izah edəcəm. Bunun üçün isə sadəcə ekranın kənarında olan ağ ürək qızadı, plus şərəsinə toxumağı yaddan çıxartmayın. Bu gün mən sizə məsləhət görəcəm. Məhsulumuzun adı Pargametdir. Pargamet tərkibində həm analgin var, həm də pargaverin var ki, damcı formasındadır. Bu sizdə olan, xanımlarda olan ağrı, böyrək pristopu, nazik və uzun bağırsaqda olan ağrı, spazm, mədə spazmı, daha sonra sidik yollarında olan, sidik kanallarında olan, öd yollarında olan spazmını aradan qaldırmağa kömək edəcək. Həmçinin də damcı formasında olduğuna görə daha sürətli şəkildə effekt verir. Həmçinin 2 yaşından yuxarı hər kəs də rahatlıqla istifadə edə bilər. İstifadə qaydası necədir? 10 yaşından yuxarı uşaqlar və yeniyetmələr, deməli, 20 damcıdan gündə 3 dəfə qəbul etməklə kifayətdir. 2 yaşından yuxarı uşaqlar isə istifadə qaydası üzərində qeyd edib, üzərinə baxıb istifadə edə bilərsiniz. Videonu bəyənməyi, paylaşmağı və əgər bu ağrıdan əziyyət çəkən insanlar varsa, videonu da onlara göndərməyi yaddan çıxartmayın.